Hər kəs salamlayıram. Dostlar, əlimdə gördüyünüz enerji içkisidir. Bax, izah edirəm. Siz əgər səhər 7-də yuxudan oyanırsınızsa və axşam saat 9-da, 10-da yuxunuz gəlirsə, siz yatmırsınız. Və deyirsiniz ki, mənim yuxum qaçır. Xeyr dostum, sənin yuxun qaçmır. Və səndə o depoda olan enerjin var. O başlayır işləməyə. Necə ki, bir işıq sönür, generator başlayır hotlanmağa. Bu da həmçinin elədir. Və sən gecə yatırsan 3-də, 4-də. Və yuxudan çətin durursan. Yenidən saat 7-də oyanırsan axı. Çətin oyanırsan sən və elə evdən çıxan kimi mağazaya qaçırsan, başlayırsan bu enerji içkisini almağa, sənə enerji versin. Və bu enerji içkisi sənə öz enerjini sənə verir, amma tez bir zamanda. Və bu gördüyün enerjinin dəyəri heç nədir dostlar. 5 qəpik, 10 qəpikdir. Sadəcə bunun qiymətində olan o dəyər həmin o metaldadır, həmin o satışdadır, həmin o reklamdadır və s. Və getdikcə, ömür getdikcə bu bir dəfə davam eləmir. Və sən başlayırsan rahatlıq tapmağa. Yəni illərlə gedir. Bu da istər-istəməz sənin ömrünü başlayır qısaltmağa. Və təbii ki, sənin deponda o qədər problemlər var ki, misal üçün artıq yağın var, artıq suyun var, artıq duzun var. Amma sən heç bunları o depodan götürmürsən. Ancaq lazım olan nədirsə, onu götürürsən. Amma başa düşmürsən ki, bu sənin ömrüvə, yəni ziyan edir. Bir daha söylürəm dostlar, yəni sən başa düşdün, enerji içkisi ekstremal vəziyyətdə içirsən. Amma ki, statistikaya görə insanlar axşamdan çox səhər içir. O da ki, nə var, enerji versin. Həmçində kofe elədir. Yəni, kal oyanmışsansa yuxudan, sən indi kofeni bir stəkan içə bilərsən. Amma ki, insan başlayır vərdiş etməyə buna. Bir daha söylürəm ki, əgər yuxudan ət kimi oyanmışsansa, narahatsansa, indi ekstremalda olur bu. Sən götürüb, yəni bir qaşıq kofe içə bilərsən. Amma ki, sən davamlı bunu eləmə. O birinci sənin qaraciyərinin pərdəsini qaraldır. Bəziləri deyir, kofe yaxşıdır filan. Təbii ki, yaxşı kofelər var. Amma ki, reallıqla danışsaq, biz o kofelərdən almırıq. Biz ən ucuz 7-8 manatlıqlardan istifadə edirik. Bir daha söylürəm dostlar, çalışın, sağlamlığınızı qoruyun.